Salam əziz abituriyentlər və biologiya sevərlər. Güvən nəşrlərinin 23 noyabr 2025-ci ildə keçirdiyi sınaq imtahanında 9-cu sinif üzrə istifadə olunmuş biologiya suallarına gəlin baxalım. Birinci sualda deyilir, klasterə əsasən doğru fikri seçin. Bizə yaşıl quş mamırın qeyri-cinsi nəsli verilibdir. Biz bilirik ki, yaşıl quş mamırında cinsi nəsil qeyri-cinsi nəsil üzərində üstünlük təşkil edir. Cinsi nəsil yetkin fərdin özüdür, qeyri-cinsi nəsil isə qutucuğun ayaqcığıdır. A variantı verilibdir ki, bilavasitə spordan yaranır. Qeyri-cinsi nəsil bilavasitə spordan yaranmaz. Niyə? Çünki qutucuğun içərisində sporlar inkişaf edir. Ona görə də A variantı yanlışdır. Rizoidlərə malikdir B bəndində deyilir. Qeyri-cinsi nəsil yox, cinsi nəsil rizoidlərə malikdir. Bu da cavabda yanlışdır. Vegetativ orqanlara malikdir. Cinsi nəsil vegetativ orqanlara malikdir. D-də deyilir ki, bilavasitə ziqotdan inkişaf edir. Bəli, bilavasitə ziqotdan inkişaf edir. Biz bilirik ki, yaşıl quş mamırı iki evli bitkidir. Və dişi bitki üzərində mayalanma gedir, ziqot əmələ gəlir, ziqotdan qutucuq və qutucuğun ayağı inkişaf edir. Ona görə də D variantı doğrudur. Y variantında deyilir ki, sap şəkilli yaşıl yosunlara bənzəyir. Sap şəkilli yaşıl yosunlara bənzəyən proteinemasıdır. Ona görə bu da doğru cavab deyil, doğru cavab D. 2-yə baxaq. Əgər çələk bitkisindəki bütün yarpaq ayalarının sayı 18-dirsə, bu bitkinin neçə mürəkkəb yarpağı var? Biz bilirik ki, çələk bitkisi mürəkkəb yarpaqdır, üçərdir. Bir yarpaqda 3 aya yerləşir. Ona görə də 18-i bölürük 3-ə, cavab 6. Yəni Y bəndi. Üçüncü suala baxaq. Bəzi gəmiricilər və tısbağaların yay yuxusuna getməsi bilavasitə hansı cansız təbiət amili ilə əlaqədardır? Bəzi gəmiricilərin və tısbağaların yay yuxusuna getməsinin səbəbi rütubətdir. Cavab C bəndi. Səhv mülahizəni müəyyən edin deyir. Müşahidə hər hansı obyektin və ya hadisənin duyğu orqanlarının köməyi ilə öyrənilməsinə əsaslanır. Bu doğru cavabdır. Bizdən səhv istəyir. Biologiyanın tədqiqat üsullarından biridir. Doğrudur. Müşahidə zamanı lupa, mikroskop kimi avadanlıqlardan istifadə oluna bilər. Doğru cavabdır. Müşahidə zamanı məlumatlar toplanılır. Bəli. Müşahidə yalnız laboratoriya şəraitində aparılır. Bu isə yanlış cavabdır. Ona görə 5 Y bəndi. 5-ci suala baxaq. Üzr istəyirəm, 4 Y bəndi. 5-ci suala baxaq. Nöqtələrin yerinə yazıla bilər. Çoxalma şəklini dəyişmiş orqanlarla çoxalmaya aid deyil. Biz bilirik ki, bığcıqlarla, kökümsovlarla, gövdə yumruları, soğanaqlar şəklini dəyişmiş orqanlara aiddir. Kökümsovlar, gövdə yumruları, soğanaqlar özləri zoğun şəkil dəyişməsidir. Bığcıq isə həm yarpağın, həm zoğun ola bilər. Ona görə də burada deyilir ki, şəklini dəyişmiş orqanlarla çoxalmaya aid deyil. Gövdə çilikləri şəklini dəyişmiş orqanlara aiddir. Cavab A bəndi. Örtül toxumlu bitki yarpağında üst dərici hüceyrələrin bilavasitə altında nə yerləşir? Üst dərici hüceyrələrin bilavasitə altında sütunvari toxuma yerləşir. Sütunvari toxumada əsas toxuma və ya parenxim toxumadır. Ona görə də cavab Y bəndi. Sxema əsasən düzgün fikirləri seçin. Cinsi çoxalmasında suyun vacibliyi. Deməli, M-də verilibdir pulius, yəni aiddir. Qışı kimlərə aid bitki ola bilər? Bəli, cinsi çoxalması suda gedir. Doğrudur. Bir doğrudur. L-də minus veribdir, yəni aid deyil. Çəkli bitki ola bilər. Minus verdiyi üçün doğru götürürük. Çəkli bitkilərin cinsi çoxalması zamanı suya ehtiyac yoxdur. N plus verib, ali sporlu bitki ola bilməz. Ali sporlu bitkilər cinsi çoxalması zamanı su vacibdir. Mamır ola bilər. Bəli, mamır ola bilər, amma minus verdiyi üçün doğru götürə bilməyəsinik. Ona görə birinci və ikinci variantlar doğrudur. Cavab C bəndi. Doğru bəndi müəyyən edin. Deməli, bitkilər gövdənin vəziyyəti. Üzümə veribdir dik duran. Üzüm bilirik ki, dırmaşandır. Doğru deyil.
Noxud, sarmaşan. Noxud da üzüm də dırmaşandır. Ona görə doğru deyil. Daş sarmaşığı. Daş sarmaşığı bəli doğru cavabdır. Dırmaşan verilibdir gövdənin vəziyyəti. Qarpıza verilibdir sarmaşan. Qarpız sürünəndir. Ona görə doğru deyil. Lobya verilibdir sürünən. Lobya isə sarmaşandır. Burada cavab doğru deyil. Cavab C bəndi. Daş sarmaşığı, dırmaşan. Nöqtələrin yerinə uyğun gələn ifadəni müəyyən edin. Şəkli bitkilərdə üşeym kisəsi harada yerləşir deyir. Üşeym kisəsi təbii ki, yumurtacığın içərisində yerləşər. Ona görə cavab A bəndi. Papaqlı göbələyin mitsilləri ilə ağac köklərinin mikorizası. Deməli, papaqlı göbələkliyin mitselləri ilə ağac köklərinin mikorizası əlverişli qarşılıqlı münasibət yaradar. Niyə? Çünki papaqlı göbələyin mitselləri ağac üçün su və suda həll olmuş mineral duzları ağaca ötürür. Ağacın kökləri isə papaqlı göbələklərə üzvü maddələri ötürdüyü üçün bu əlverişli qarşılıqlı münasibətdir. Cavab B bəndi. 11-də deyir ki, şəkildəki bitkinin sporları və qametləri harda əmələ gələr? Şəkildəki bitkiyə baxdıqda görürük ki, bitki plandır. Hansı plandır? Sancaq şəkilli plandır. Sancaq şəkilli planda sporlar sümbülcükdə əmələ gələr. Qametlər isə protalda əmələ gələr. Bunun da cavabı B bəndinə uyğun gəlir. Cavab B. Xlamidamanadanın 24 zigotundan əmələ gələn zoosporların sayı onun 4 qametindəki qamçıların ümumi sayından neçə dəfə çoxdur deyir. 24 zigotdan bir zigotdan 4 zoospor əmələ gəldiyinə görə 24-dən neçəsi əmələ gələr? X bərabərdir. 24-ü 4-ə vuranda eləyir 96. Deməli, 4 qametindəki qamçıların sayı, bir qametində 2 qamçı varsa 4-ündə isə 8 olacaqdır. Deməli, qamçı ümumi sayından neçə dəfə çoxdur? 96-nı 8-ə böləsik, cavab eləyəcək 12, 12 dəfə çoxdur. Cavab C bəndi. 13-ə baxaq. Gövdədə canlı ötürücü toxuma hüceyrələri əsasən harada yerləşir? Bizə üzüm maddələri ötürən ələyə bənzər ötürücü boruları soruşur. Bu da qabığın floema qatında yerləşir, bilirik ki. Amma su və mineral maddələri daşıyan ötürücü boruları soruşsa isə oduncaqda götürəsiydik. 14. Uyğunluğu müəyyən edin. Bu yayılmalılığını göstərir. Bitkilər necə yayılır? Qanadcıqlar, uçağanlar, tükcüklər. Uçağanlar birbaşa zəncirotuna aiddir. Tükcüklər su qamışı tükcüklər vasitəsilə yayılır. Qanadcıqlar görürük isə qanadcıq vasitəsilə yayılır. Ona görə də 1C, 2B, 3 isə A olacaqdır. Cavab D bəndi. Cədvələ əsasən X üstəgəl Y tapın deyir. Lotrix yosunu veribdir. Hüceyrələrin sayı 22-dir. Biz bilirik ki, Lotrix yosununda substrata yapışan hüceyrəsində xromatofor və nüvə yoxdur. O hüceyrə sadəcə yapışmağa xidmət edir, çoxalmağa xidmət etmir. Həmçinin oksigen xaric etmir. Ona görə də hüceyrələrin sayı 22 veribsə, xromatoforların sayı olacaq 21. Substrata yapışan hüceyrəsində xromatoforu yoxdur. Lotrixin xromatoforu necə olurdu? Qapanmayan halqa şəkilli. Nüvələrin sayı da 21 olacaqdır. Bunların da cəmi edər 42. Cavab A bəndi. Çöl qatır quyruğu haqqında verilmiş fikirlərin düzgün ardıcıllığını müəyyən edin. Yaşıl rəngli zoğu buğumlu gövdəyə malikdir. Bu doğru fikirdir. Yaşıl rəngli zoğu yay zoğudur. Yaşıl rəngli zoğu üzərində sporangilə əmələ gəlir. Xeyr, yaşıl rəngli zoğu üzərində sporangilə əmələ gəlməz. Qonur rəngli zoğu üzərində sporangilə əmələ gəlir. Ona görə yanlış cavabdır. Qonur rəngli zoğu kökümsovdan inkişaf edir. Qonur rəngli zoğu yaz zoğudur. Kökümsovdan inkişaf edir. Doğrudur. Qonur rəngli zoğları yayda inkişaf edir. Bayaq da dediyim kimi yaz zoğudur. Ona görə də yanlış cavabdır.
Cavab uyğun gəlir D bəndinə. Baxaq 17-yə. İşığın gözə və yaxud da yarpağa təsiri kimi hadisələri biologiyanın hansı sahəsi öyrənir? İşığın gözə və yaxud da yarpağa təsiri kimi hadisələrini biofizika öyrənər. Bir sual olunsa ki, biokimya nəyi öyrənir? Kimyəvi prosesləri, maddələri öyrənir. Anatomiya, orqanların daxili quruluşunu öyrənir. Mikologiya, göbələkləri öyrənən elmdir. Morfologiya isə orqanizmin daxili və xarici quruluşunu öyrənən elmdir. Baxırıq 18-ə. Cədvələ əsasən düzgün bəndi müəyyən edin. X-da verilibdir, bir toxumlu olsun, quru olsun, şirəli olmasın. Variantlara baxırıq. Bir toxumlu A bəndində var. Daha sonra B bəndində şirəlidir, gilə meyvə şirəlidir, çərdək meyvə şirəlidir. Quru toxum, toxumca meyvə qurudur, bir toxumludur. Dən meyvə də bir toxumludur. Deməli, birincisinə A, D və Y variantları uyğun gəlir. İndi Y-ə baxırıq. Quru toxum olsun, meyvəsi quru olsun daha doğrusu. Ona görə də A bəndini çıxırıq. Çünki burada çərdək meyvədir. Daha sonra D-yə və Y-yə baxaq. D bəndinə çıxırıq çünki burada da şirəlidir. Qaldı Y bəndi. İndi Z-ə baxırıq. Z-də bir toxumlu olsun və şirəli olsun. Çərdək buna uyğun gəlir. Ona görə də Y bəndi. 19-a baxaq. Yetkin erkək qıcı bitkisi üzərində əmələ gələ bilər. Yetkin erkək qıcı bitkisi üzərində nə əmələ gələ bilər? Bitkinin üzərində sporangilər, bilirik ki, yarpağın alt hissəsində sporangilər, sporangilərin içində də sporlar əmələ gəlirdi. Erkək qametlər, dişi qametlər və zigot isə protalda əmələ gəlirdi. Ona görə də cavab 2, 3 götürəsiyik. Sfagmum haqqında yanlış bəndi müəyyən edin. Sfagmum mamırlara aid idi. Gövdəsində, yarpağında xloroplastlara malik hüceyrələr olur. Bəli, sfagmumda xloroplastlar var. Gövdəsində də, yarpağında da. Ona görə A bəndi və B bəndi bizdə yanlış fikri istəyir, götürməyəcəyik. Gövdəsindəki və yarpağındakı ölü hüceyrələr hesabına su udur. Bəli, ölü hüceyrələr sfagmumda var və bu ölü hüceyrələrə görə sfagmum mamırını həmçinin ağ mamır da adlandırırlar. Ona görə də C bəndi ilə D bəndi də doğru fikir olduğu üçün götürməyəcəyik. Bizdən yanlış istəyir. Gövdəsinin aşağı hissəsində yerləşən rizoidlərlə sudur. Biz bilirik ki, yetkin sfagmumda rizoid olmaz. Ona görə də cavab Y bəndi. Toxumlarının yayılmasına əsasən canlılar vasitəsilə həyata keçirilən bitki. Toxumlarının yayılması əsasən canlılar vasitəsilə həyata keçirilən bitki. Dəvə-davanı heyvanlar vasitəsilə yayılır meyvələri. Qızılağac su vasitəsilə, söyüd, çökə, qovaq isə bilirik ki, külək vasitəsilə yayılır. Ona görə də cavab A bəndidir. 22-yə baxaq. Sporagira yosunu. Sporagira yosunu bilirik ki, çox hüceyrəli, yaşıl yosundur. Heç bir yerə yapışmaz, substrata yapışmır. Deməli, cavabda verilib qonur rənglidir. Yanlışdır. Rizoidlərə malik deyil. Bəli, bayaq da dediyim kimi heç bir yerə yapışmır. Ona görə rizoidlərə malik deyil. Substrata rəngsiz hüceyrə ilə yapışır. Xeyr, yapışmır. Bir hüceyrəlidir. Sporagira çox hüceyrəlidir. Əlverişsiz mühitdə qamçısız sporlar əmələ gətirir. Əlverişsiz mühitdə qamçısız sporlar əmələ gətirməz. Cavab B bəndi. X-in yerinə yazıla bilər. Deməli, kök şəkil dəyişməsi verilib, mil kök sistemi verilib. Biz cavablara baxırıq. 1-də, 2-də və 4-də kökün şəkil dəyişməsi veribdir. Meyvə kökləri daha doğrusu. Bunlar mil kök sisteminə malikdir. Həmçinin paralel damarlama, yarpaq şəkil dəyişməsi yoxdur. Ona görə də cavab 1, 2 və 4 götürüləcək. 23-ün cavabı 1, 2 və 4. 24-ə baxaq. Mətndə nöqtələrin yerinə uyğun gələn sözlərin düzgün ardıcıllığını müəyyən edin. Öz-özünə tozlanan bitkilərdə çiçəklər, iki cinsli olar. Bu bitkilərin çiçəklərində dişici və erkəkçiklərin yetişməsi eyni vaxtda baş verir.
2. Erkəkciklər adətən dişicikdən yuxarıda yerləşir ki, rahat tozlanma baş versin. Deməli, yuxarıda 4. Öz-özünə tozlanma kənaf, kətan və pambıq bitkisində 3. Bitkilərdə çiçək açıldıqdan sonra baş verir. Deməli, cavablar oldu 7, 2, 4 və 3. Əgər şəkildəki zoğda yarpaqlar qarşı-qarşıya düzülmüş olsaydı, bu zoğda buğum, yarpaq qoltuğu və qoltuq tumurcuqlarının sayının cəmi neçə olardı? Şəkildə də görürük ki, yarpaqlar növbəli düzülmüşdür, amma bizə qarşı-qarşıya düzülmüş olsaydı deyə soruşur. Qarşı-qarşıya düzülmüş olsaydı əgər, şəklini də çəkim. Deməli, bu vəziyyətdə olsaydı, buradan da görürük ki, 3 buğum olardı. Deməli, buğumların sayını götürürük 3. Yarpaq qoltuğu neçə olardı? Yarpaq qoltuğu yarpağın sayına bərabərdir. Ona görə 6. Qoltuq tumurcuğu da yarpağın sayına bərabər olduğu üçün bunu da 6 götürəcəyik. Deməli, 3 üstəgəl 6 üstəgəl 6 eləyir cəmi 15. Cavab 15. 26-da Eylerven diaqramında doğru göstərilən bəndləri müəyyən edin. Deməli, bizə ulva yosunu və laminariya yosunu verilibdir. Deyir, avtotrof canlıdır. Hər ikisi avtotrofdur, amma bizə laminariya da verdiyinə görə bu səhv cavab kimi götürüləcək. İbtidai bitkidir. Ortaq cəhət kimi verilibdir. Doğru fikirdir. Tallomu parlaq yaşıl rəngdədir. Ulvanın tallomu yaşıl rəngdədir, laminariya isə qonur rəngdədir. 3 də doğru fikirdir. Çox hüceyrəli yosundur. Hər ikisi çox hüceyrəli yosundur. Ortaq fikir kimi verilməli idi, lakin laminariyada verilibdir. Səhv cavab kimi götürülür. Tallomu lövhə şəkillidir. Ulvanın tallomu lövhə şəkillidir. Ona görə doğru fikir kimi götürürük. Cavablar 2, 3 və 5. Uyğunluğu müəyyən edin. Şəkildə də gördüyünüz kimi şəkil qapqara düşübdür. Ona görə də mən üzərində müəyyən qeydlər etməyə məcbur olmuşam. Deməli, birinci şəkildə həm dişiciyi var, həm erkəkciyi. İkinci şəkildə sadəcə dişiciyi var. Üçüncü şəkildə isə erkəkciyi də var, dişiciyi də. Deməli, bizdə görürük ki, birinci şəkildə diqqət etsə, həm ləçəkləri var, həm də kasa yarpaqları var. Deməli, 2 qat çiçək yanlıqlı, 2 cinsli çiçəkdir. Bayaq dedim ki, həm dişiciyi var, həm erkəkciyi. Ona görə də 1-ə cavab Y yazırıq. 2-yə baxdıqda sadəcə dişiciyi var, amma ləçək də görürük, kasa yarpaqları da görürük. Ona görə 2 qat çiçək yanlıqlı bir cinsli çiçəkdir deyə qeyd edirik. 2-yə uyğundur B variantı. 3-dən baxdıqda isə kasa yarpaqlarını görmürük. Deməli, sadə çiçək yanlıqlı bitkidir. Amma dişiciyi və erkəkciyi olduğu üçün sadə çiçək yanlıqlı 2 cinsli çiçəkdir. 3'e de cevap A götürürük. Oldu 1Y, 2B, 3A. Gəldik situasiya suallarına. Şagirdlər təcrübə üçün 3 stəkan və hər birində 30 qram olmaqla qarğıdalı, çəltik və noxud toxumları götürdülər. Onlar birinci stəkana noxud toxumlarını töküb ağzına qədər su ilə doldurdular. İkinci stəkana yaş pambıq qoyub üzərinə qarğıdalı dənələrini əlavə etdilər. Üçüncü stəkana çəltik dənələrini qoyub olduğu kimi quru saxladılar. Hər 3 stəkan otaq temperaturunda bir neçə gün qaldı. 28-də bizdən soruşur ki, təcrübədə hansı stəkan və ya stəkanlardakı toxumlar cücərər? Cavabınızı əsaslandırın. Birinci stəkanda görürük ki, ağzına qədər noxud toxumlarını töküblər, ağzına qədər də su töküblər. Ona görə də noxud toxumları suyun içərisində cücərə bilməz, yəni inkişaf etməyəcək. İkinci stəkanda qarğıdalı, yaş pambıq üzərinə qarğıdalı dənələrini əlavə ediblər. Deməli, qarğıdalı burada cücərməyə başlayacaqdır. İkinci stəkanı götürür. Üçüncü stəkanda isə çəltik dənələrini qoyublar, lakin su əlavə etməyiblər. Biz bilirik ki, çəltik toxumları suyun içərisində də inkişaf edə bilən, cücərə bilən toxumlardır. Ona görə də 28-də yalnız ikinci stəkanda toxumlar inkişaf edəcək. Nəyə görə? İkinci stəkanda həm
rütubət var, həm istilik var, həm də su var. Yəni hər bir şey uyğundur. Ona görə ikinci stəkan cavabı götürürük. 29-a baxdıqda təcrübə nəticəsində cücərməyən toxumların adını və cücərməmə səbəbini yazın. Bayaq da dediyim kimi noxud və çəltik toxumları cücərməyəcək. Nəyə görə? Noxud bitkisinə, noxud toxumlarına daha doğrusu suyu çox əlavə ediblər. Çəltikə isə su əlavə etmədiklərinə görə cücərməyəcək. 30-da təcrübədə cücərmiş toxumların cücərdikdən sonra kütləsinin neçə qram olduğunu, təcrübədə cücərmiş toxumların cücərdikdən sonra kütləsinin neçə qram olduğunu həllini göstərməklə hesablayın. Cücərmiş toxumlar hansıları idi? İkinci stəkandakı qarğıdalı toxumları. Biz bilirik ki, qarğıdalı bitkisi cücərən zaman çəkisinin yarısı qədər sudur. Deməli, bizə veribli 30 qram qarğıdalı toxumu, 30'un yarısı edəcək 15. Deməli, qarğıdalı toxumlar öz çəkisinin yarısı qədər, yəni 15 qram su udacaq. 30 ilə də 15'i toplayanda edəcək 45 qram. Cavab 45 alınacaq. Bu qədər. Hər birinizə uğurlar arzu edirəm. İnanıram ki, videom əksəriyyət üçün xeyirli və vacib rol oynayacaq. Bu qədər. İnşallah gələn videolarda görüşənə dək. Sağ olun.